Azərbaycanda həqiqətən investorların, xüsusilə pərakəndə investorların, yəni fiziki şəxs investorların hüquqlarının qorunması çox yüksək səviyyədə həyata keçirilir. Qanunvericilik bugünkü gün deyirsə ki, mən bazarın inkişaf eləməyini istəyirəm, amma digər tərəfdən o deyir ki, mən investorların hüquqlarının qorunmasını daha üstün prioritetdə tuturam, nəinki belə deyək də bazarın inkişafını. Ona görə mən hesab edirəm ki, bizim qanunvericilikdə nəinki bizim təcrübəmizdən, ölkəmizdəki təcrübədən, o cümlədən də bir çox digər bizim özümüzə benchmark hesab elədiyimiz ölkələrdən, ən inkişaf eləmiş, mən deyərdim ki, ölkələrdən biz o investorların hüquqları qorunması ilə bağlı kifayət qədər o götürülməli olan şeyləri götürmüşük. Amerika kapital bazarlarına baxsaq, mən hətta deyərdim ki, orada bəlkə də bu qədər həssas yanaşma yoxdur, nəinki bizdə var. Ona görə Azərbaycanda fərdi investor olmaq, fiziki şəxs investor olmaq həqiqətən çox güvənlidir. Çünki yəni investor başa düşməlidir ki, o investisiya şirkəti ilə girdiyi əlaqədə birinci andan etibarən sona qədər Mərkəzi Bankın hər addımında nəzarəti var.